Salam əziz şagirdlər, həvəskar təbiət və biologiya sevərlər. Bugün sizlərlə artıq yeni bir dərsliyə start veririk. Əslində mən əslində təbiət 5-ci sinif, 6-cı sinif dərslərini tam demək olaraq izah eləmişəm. Lakin 7-ci sinifi tam bitirə bilmədim. Çünki biz necə əslində 7-ci sinif dərsindən maraq var idi. Mənim biraz vaxtım yox idi. Amma indi yaydı. Bir aya nə qədər izah eləyə bilsəm edəcəm. Çox belə maraq dairəsində olsa bu bölmələr, davamını çox istəsəz, mən sizin üçün izah eləyə bilərəm bunu. Çünki daha çox kommentariya yazılmır deyə mən də elə bilirəm ki, yəni ehtiyac yoxdur deyə istəmirsiniz. Başqa mövzu istəyirəm izah eləmək. Məsələn, hal-hazırda da elə başa saldım kök və yarpağı. Onlar məsələn izlənmədi, amma bir çox abituriyentə lazım olan mövzu məhz olardı. Mən də buradan davam elədim. Həm də ki, özüm də təkrar edirəm bu mövzuları sayənizdə. Siz də öyrənmiş olacaqsınız sentyabrda. Deməli, bu yeni dərslikdir. Şagirdlər 8-ci sinifdən insanı öyrəndiyi hardasa demək olar ki, cüzi bir hissəsini. 9-cu sinif dərsliyi yeni dərsliklərdə insan orqanizmi ilə bağlıdır. Dərinliklərinə qədər öyrənəcəyik sizlərlə. Lakin 8-ci sinif dərsliyində cüzi bir hissəsi var idi və köhnə 9-cu sinif dərsliyində, yəni indiki 10-cu siniflər olanların dərsliyində ümumi biologiyadan söhbət gedirdi. İnsan orqanizminə qətiyyən toxunmurduq. Axırda da genetika var idi. Lakin indi hər şey dəyişib, sanki mövzular biraz gecikdirirlər. Davam eləyək və başlayaq. Ümumiyyətlə, biz burada nə öyrənəcəyik? Onlardan danışacağıq. Dayaq hərəkət aparatından danışacağıq. Dayaq hərəkət aparatı nədir? Onun əhəmiyyəti nədir? Kitab mənim əslində burada çıxartdırmışam. Yəni kitab əlimdə var. Ona görə oradan oxuyacağım. Sanki yoxdur, PDF açılmadı məndə. Ona görə. Oxuyacağım, kitab cümlələrinin eyni olacaq. Sonra da onları bir-bir başa salacağım sizə. Deməli, dayaq hərəkət aparatının əhəmiyyəti, sümüklər və onların birləşmələri bədənimizin dayağını təşkil edir və ona forma verir. Bəli, məsələn, sümüklərimiz olmasaydı, bir slime kimi bir şey olardıq da, belə bir maddə olardıq da. Amma bizi formalaşdıran, bizi ayaq üstə saxlayan, gəzməyimizi təyin edən məhz dayaq hərəkət aparatıdır. Əzələlərlə birlikdə onlar hərəkət funksiyasını həyata keçirirlər. Məsələn, hərəkəti biz tək sümüklə bacarmırıq və əzələ də ehtiyac duyuruq. Sümük və əzələlərin birləşməsi yaradır bizə dayaq hərəkət aparatını. Və müxtəlif həyati əhəmiyyətə malik olan orqanlarımızı xarici təsirlərdən qoruyur. Bu da doğrudur. Məsələn, biz döş qəfəsindən danışmışıq. 5-ci sinifdə də var bu. Bir çox yerlərdə əslində biz əvvəlcədən tanış olmuşuq. Tutalım ki, bu döş qəfəsidir bizdə. Və bizim ürəyimiz də məhz burada yerləşir. Biraz buralarda yerləşir. Amma nəysə. Çəkək elə. Və burada da ağciyərlərimiz yerləşir. Gördüyünüz kimi onları qoruyan, zərbələrdən qoruyan, məsələn, biz sinəsi üstə yerə düşə bilərik. Bu zaman elə ürəyimiz dayanardı ki, amma skelet qoruyur bizi. Məqsəd odur. Sümük toxumasına keçək. Burada bir çox məsələlər var sümük toxumasına aid. Ona görə onlara biraz diqqətlə yanaşacağıq. Sümüklər deməli, toxumalar var, heyvan toxumaları. Orada birləşdirici toxumanın bir növüdür. Siz bilmirəm, siz onu keçmişsiniz ya. Biraz qəribədir. Mən əslində biraz demək olar ki, kitabları yüngülləşdiriblər. Birinci hissə, ikinci hissə biraz yaxşı oldu. Amma biraz tərəfdar deyiləm. Sanki mövzuların artçılığını bəyənmədim. Sinir sistemindən sonra bir çox mövzular var orada. Qandır, filandır. Bunları bəlkə 8-də keçdiyimiz üçün çox belə üstündən keçməyəcəklər. Anlaya bilmədim açığı. Yəni, bir sinif dərsliyi altında bütün orqanizmi öyrənə bilərdiniz. Bir il, yəni ki, tam müddət bəs eləyir sizə. Birləşdirici toxumanın bir növü olan sümük toxumasından təşkil olunub. Və bununla birləşdirici toxumanın bir çox növləri var. Qan var, qıqırdaq var, pi var. İndi bunları deyirəm əlavə olaraq ki, yadınızda qalsın. Deməli, bu toxumanın, yəni sümük toxumasından danışacağıq biz. Bu toxumanın 1/3 hissəsi, yəni 1/3
başqa sümük hüceyrələrinə yaranır. Yəni müxtəlif sümük hüceyrələrinə yaranır. Bəs neçəsi qalır? 2/3 qalır. Yəni 3/2-si qalır. O məhz hüceyrəarası maddədən yaranır. Hüceyrəarası maddədən yaranır, ondan ibarət olur. Deməli, təkrar edirəm. 1/3 sümük toxumasının müxtəlif sümük hüceyrələrindən təşkil olunur, ibarətdir onlardan. 3/2-si isə hüceyrəarası maddədən ibarətdir. Və biz sümük toxumasının əsas hüceyrələrindən danışacağıq. Yəni ən əsas hansı hüceyrələr daha çox çoxluq təşkil edir? Belə bir yazacağım yazı. Osteositlər. Osteosit nədir? Canlıdılar və ya çıxıntıya malikdirlər. Şəkil çəkəcəm. Deməli, bunların çıxıntısı var. Necə bir şeydirlər? Tutalım ki, bu kitabdakı şəkli bura çəkməyə çabalayacağım, çalışacağım. Aha, belə çəkdik. Sonra belə. Oduncağa oxşadı, amma yəni elədir şəkildə də. Baxın, osteosit bax belə bir şeydir. Çıxıntıdır. Sümüyün əsası təşkil edir. Bax belə, gördünüz çıxıntıları. Bax belə bir şeydir. Gördünüz mü? Belə bir şeydir. Çıxıntılara malikdir. Sümük hüceyrəsinin əsası təşkil edir. O qədər rahat. Təbii ki də sümük toxumasında sinirlər var. Sinirlər var. Və damarlar var. Qan damarları, bəli, bildiyimiz qan damarları mövcuddur. Baxın, buranı çəkmişəm ha. Bu əslində bax belə uzanır. Bax belə uzanır. Sümüyü təşkil edir. Bu sümüyün elə bir içidir, başa düşdünüz? Və burada nələr yerləşir? Burada belə qırmızı ilə çəkəcəm. Qan damarımız var. Mavi ilə çəkək. Qan damarımız var. Və sarı ilə çəkək. Sinirimiz var. Baxın, belə uzanırlar hər yerə. Bunların özlərində, özlüklərində bunlar da uzanırlar. Qırmızını da uzadaq. Hər yerə yayılırlar şagirdlər. Keçək növbəti səhifəyə. Deməli, sümük toxumasının, bu da biraz maraqlı bir mövzudur. Qrafiklər ola bilər. Bilmirəm, burada qrafik var ya yox. O yerdə danışacağım. Sümük toxuması tərkibində üzvi və qeyri-üzvi maddələr olur. Üzvi maddələr verəcək ona elastiklik, yəni sıxılmaq, əyilməsi rahat olmaq deməkdir elastiklik. Qeyri-üzvi maddələr isə sərtlik verəcək. Möhkəm olacaq qeyri-üzvi maddələr. Deməli, yaş artdıqca üzvi maddələr azalır, qeyri-üzvi maddələr artır. Deməli, yaşlandıqca sümüklərimizin elastikliyi azalır, sərtliyi artır. Lakin bu artırsa demək odur ki, möhkəmdir, qırılmayacaq. Belə, xeyr, elə bir şey yoxdur. Uşaq vaxtı, doğulan, yəni uşaq vaxtı 10-15 yaşına qədər sümüyümüz qırılanda daha rahat olacaq. Məsələn, sümüyümüzün qırılma ehtimalı daha zəif olacaq. Amma qoca birisi yüngülcə yıxılmadan tez qırılacaq. Çünki qeyri-üzvi maddələrin artması həm sərtliyi artırır, eyni zamanda kövrəkliyi artırır. Kövrək nə deməkdir? Yəni tez qırılan deməkdir. Təbii ki də bu nə edir? Uşaqlarda qeyri-üzvi maddələr azdır deyə rahat olur. Sümüklərin qırılma ehtimalı azdır. Qeyri-üzvi maddələr yaşlarda çoxdur deyə sümüklər sərt olur və elastikliyi itirir, kövrək olur, eyni zamanda tez qırılır. Deməli, belə deyək ki,
Belə bir burada fəaliyyətimiz var. Sümükdə mineral maddələrin çıxarılması nəticəsində elastikliyin dəyişməsi. Sümükdə mineralları çıxartsan, təbii ki də dəyişəcək də. Burada nə edəcəyik? Sümüyün forma və sərtliyini müəyyən edir. Tam ki, sərt sümükdür. Sümüyü stəkanın içində xlorid turşusu olacaq. H-xlor. Onun içərisinə daxil edir və 24 saat gözləyirik. Sonra sümüyün strukturunda dəyişikliklər qeyd etməliyik. Orada yəqin görəcəyik ki, sümükdə artıq mineral maddələr çıxıb, xlorid turşusuna reaksiyaya girib və sümüyü də turşudan çıxaracaq. Sümüyün elastikliğini yoxlayacaqlar və ilk vəziyyətdə müqayisə edəcəyik. Sümüklərimiz normaldan daha elastik olacaq böyük ehtimal. Belə burulacaq. Belə məsələn burulacaq. Deməli, sümük nə üçün elastikləşdi? Məncə xlorid turşusundan buradakı minerallar ev-uddonu reaksiyaya girdilər. Ya da məsələn reaksiyaya girib itirdi minerallarını. Minerallar itdi deyə qısacası. Qeyri-üzv maddələr azaldı deyə belə oldu. Hansı elastik, bunları dedim mən əslində, hansı yaş dövrlərində insanda sümüklər daha elastik və kövrək ola bilər deyə sual verib bizə. Təbii ki də uşaq vaxtı daha elastik olur, qoca vaxt daha sərt və kövrək olur. Baxırıq sümüyün quruluşuna. Sümüyün quruluşunu ilk öncə bir sümük çəkməklə başlayacağım. Bunu bir də qarana çəkəcəm. Sümük bildiyimiz elə sümüyü çəkirik, elə görüntüsü də oxşuyur. Belə. Çəkirəm. Belə. Aha, bu indi sümükdür, təsəvvür edin ki. İndi bunun hər yerində ayrı-ayrı şeylər çəkilir. Məsələn, bura çəkirəm. Qırmızı bir şeylər çəkirəm. Deyəcəm nədir onların hamısını bir-bir sayacağım. Sonra burada sarı bir şeylər var. Görürsünüz, sarı şeylər buradadır. Sonra burada nəsə damarlar var da bu görüntüsündən bilinir. Çölə çıxardaq bilinsin. Aha. Burada biz necədir? Şagirdlər, bu əslində buranındır. Sadəcə buranı elə ki soyublar. Başa düşdünüz? Bu alt qatdır, bu üst qatdır. Başlayaq görək, sayaq bunlar nədir ki belə? Burada qırmızı sümük iliyi var. Burada təbii ki də olacaq sarı sümük iliyi. Bura qırmızı sümükdə süngər maddədən təşkil olunub. Süngər maddə. Burada damarlar var, qan damarları. Burada sərt maddə var. Burada da sümük üstüyü var. Baxaq indi oxuyaq görə nə deyir burada. Sümüklərin əksəriyyəti deyir xaricdən sərt, daxildə süngər maddədən təşkil olmuşdur. Bu bariz nümunədir. Çünki baxın soymuşuq buranı ki. Buranın içi görünür. Bu sümüyün içi də, çöl deyil. Sümüklərin üzərini isə xaricdən sıx liflərə sahib bir birləşdirici toxumadan sümük toxumasından yaranan sümük üstüyü olur. Onları da dedim sizə. Sümük üstü qidalanma, müdafiə, sümüyün eninə böyüməsi kimi funksiyaları həyata keçirir. Razıyam. Sümüklərin süngər maddəsinin boşluqlarında qan yaradıcı funksiya, qırmızı sümük iliyi olur. Deməli, qırmızı sümük iliyi qan yaradır. Sonra sümüklər həm belə böyüyə bilərlər, beləsinə, ya da həm də beləsinə böyüyə bilərlər. Bəli. Yəni həm uzunluğa, həm də eninə böyümə funksiyasına sahibdirlər. Sümüklərin uzuna böyüməsi uclarında yerləşən xırdaq hüceyrələrinin sayəsində olur. Eninə böyüməsi isə sümüksünün daxili tərəfdə hüceyrələr olur. Bax, sümüksünün daxilində hüceyrələr olur. Onlar bölünürlər, çoxalırlar və beləsinə artır. Sümük enləşir elə bir, qalınlaşır. Sümüklərin növlərinə baxaq. Sümüklərin növlərinə baxırıq.
uzun sümüklər, qısa sümüklər, sonra qarışıq sümüklər var və yastı sümüklər var. Deməli, başlayırıq uzun sümüklərdən. Möhkəmdir, yüngüldür. Eyni zamanda borulu sümüklər adlanır. Bu sümüklərdə ucları qalınlaşmış başlıqlar kimidir. Ortada da sarı sümükli olur. Ortada bası, i yazım. Sarı sümük iliyi mövcuddur. Deməli, bunların nümunələri sayaq. Bud sümüyü, bazu sümüyü. Burada məsələn, mən 2-dən verim. Amma məncə bu xeyli çox olan bir sümükdür. Növləri var. Mən deyəcəm sizə. Mil sümüyü var. Qamış var idi. Qamış varsa incik də var. Bir dənə var. Deməli, səhv eləmirəmsə 6 dənədir. Dirsək. Bəli, sürüsən yadımdan çıxdı. Dirsək sümüyü mövcuddur. Gəlin baxaq. Qısa sümüklərə baxaq. Qısa sümüklər nədir görəsən? Qısa olurlar, adlarından da bəllidir. Qısa borulu olurlar. Qısa süngəri olur. Qısa süngəri sümükləri də əl daraq arxası, ayaq daraq arxası sümüklər. Misal göstərilə bilər. Qısa borlu sümüklərə barmaq falanqalarını deyəcəm. Bir də daraq sümüklərini misal göstərmək olar. Gəlin baxaq. Görək, başqa varmı? Belə deyə bilərəm ki, qısa sümüklərdə çox da nümayəndə nümunə olmasa da. Əsasən, əl falanqası, bir də ayaq falanqası. Yəni, oradakı o kiçik sümüklər var. Onları deyə bilərsiniz. Əl daraq arxası, əl darağı sümükləri. Bunları deyə bilərik. Qısa borulular, əl darağı sümükləri olur. Süngərlər olur ki, daraq arxasılar olur süngəri, daraq arxası. Yəni, daraq arxası nədir? Bax, bunu deyim, bilmirəm, var ya, yox. O, necə çəkdik, hə? Baxın, bura sümüklərdən ibarətdir. Bax, belə sümüklər var. Belə uzun sümüklər və burada belə var. Bax, bura əl daraq arxasıdır. Bu ayaqdır tutalım ki. Sürüsən biraz ayağa xəqarət kimi oldu, amma eybi yox. Baxın, ayaq daraq arxası buralardır. Bu ayağın bitişdiyi yeri və buralardır. Ümid edirəm, başa düşdü. Şəkli biraz pis çəkmiş ola bilərəm. Üzürlü sayın. Keçəcəyik yastı sümükləri. Axırda qarışığa keçəcəm mən. Yastı sümüklər, məsələn, əsasən bədən boşluğunun sümükləri deyərəm mən sizə. Onların formalaşmasında olacaq. Qoruma funksiyası yerinə yetirəcək. Əsasən süngəri maddələrlə əmələ gəlirlər. Onlara nə deyə bilərik? Məsələn, kəlləni deyərəm. Kəlləni yox, kəllə qapağını. Məsələn, çanaq sümüyünü deyərəm mən sənə. Sonra nə deyərəm? Yastıdırlar da. Döş sümüyünü deyərəm. Qabırğanı deyərəm. Bir də kürək sümüyünü deyə bilərəm mən sənə. Çanaq sümüyüdür. Bunlar. Qarışıq sümüklər. Qarışıq sümüklər bir neçə sümük növünün özündə birləşdirir. Adı üstündə qarışıqdır da. Fəqərələr deyə bilərik və üst skeletini deyə bilərəm. Körpücük deyə bilərəm, əlavə deyim sizə. Boyun, bel, alt çənə sümüyünü deyə bilərik. Üst sümüklərindən. Deməli, şagirdlər, bugün sırf sizə bunlardan danışdım. Ümid edirəm aydın oldu. Aydın nə olmadısa, nəyi anlamadısa, ya nəyisə səhv bəlkə demişəm çaşıb. Hamısını bir kommentariya yazmanızı sizdən tələb eləyirəm. Zəhmət olmasa yazın. Mən də sizə izah edim olar. Bəlkə səhv sizdədir, bəlkə məndədir, amma izah eləyim. Şəkilləri burada mən onu deyim ki, bəyəndim, ətraflıdır. Bu deməkdir ki,
gələcək 9-cu siniflər 11 olanda imtahana bu suallardan düşəcək. Çünki imtahan dərsliklər üzərində düşür. Məsələn, mən onda 10-cu sinifə keçirəm və bu bizim artıq son ilimizdir ki, köhnə dərslərdən biz istifadə elədik. Bizdən sonra siz istifadə edirsiniz 9-cu siniflər. Bizdən sonra yəni siz təzə dərsliklər istifadə edirsiniz. Deməli, siz artıq bizim dərslərə məlumat deyilsiniz, biz də sizin dərslərə məlumat deyilik. Bizim üçün biraz müəmmalıdır, amma sizə dəqiqdir ki, sizə köhnə dərslərdən məlumatlar düşməyəcək. Sizə sırf yeni dərslik üzrə yeni formatda düşəcək. Ona görə çalışın, güvənlər kitab alın, oradan da oxuyun hər ana qarşı, çünki bura yetərli olacağını düşünmürəm. Amma yəni orada sala bilərlər. Ehtiyatlı olun, özünüzə yaxşı baxın, diqqətli olun. Çalışın biraz bu mövzu bitəndən sonra dimdən testlərini açın, işləyin, güvəndən də oxuyun bu mövzuları. İstəsəz mən güvən kitabı əsasında da ətraflı başa sala bilərəm bu mövzuları. Yəni siz nəyə maraqlısınızsa, siz sadəcə kommentariyada yazın. Mən artıq hər şey oxuyuram, tez-tez video çəkəcəm. O dair bu yayı qəşəng dəyərləndirim sizin üçün, dəyərli olsun bu yay. Sağ olun, salamat qalın, növbəti dərslərdə görüşənədək.